Mövzu 3. İlk tayfa birlikləri və dövlət qurumları. İlk tayfa birlikləri adlı yarımbaşlıqdan başlayırıq. Eradan əvvəl 3-2-ci minillikdə Azərbaycanda qədim tayfa və tayfa birlikləri iri tayfa ittifaqları yaratmışdılar və onlar bir-biri ilə yeni otlaq sahələrini ələ keçirmək uğrunda mübarizə aparırdılar. Bu dövrdə Azərbaycanda türk dilli tayfalar yaşayırdılar ki, bunlar Naxçıgərgərlər, Kutilər, Lulubilər, Turukilər, Kaspilər, Kadusilər və Sular olmuşdur. Naxçıgərgərlər Naxçıvan və Minqarabağ ərazisində yaşayırdılar. Kutilər Urmiya gölünün qərbində yaşayırdılar. Lulubilər Urmiya gölünün cənubunda yaşayırdılar və Lulubilər öz tayfa birliyini yaratmışdılar Kutilər kimi. Sonra Turukilər deməli Urmiya gölünün cənubundan Zəncana qədər, bu ərazilərə qədər deməli məskunlaşmışdılar. Sonra Kaspilər Xəzər dənizi sahillərində yaşayırlar. Kadusilər isə Qızılüzən çayı sahilində yaşayırdılar. Qızılüzən çayı da buradadır ki, bax bu çayın deməli sahillərində yaşamışdılar. Sular isə Urmiya gölünün cənubunda. Turukilər deyirik ki, türk tayfa adının deməli ilkin forması hesab olunur. Bundan sonra burada bir mənbə var ki, buna diqqətli baxmaq lazımdır. Deməli, mənbədə deyilir, eradan əvvəl 836-cı ildə 3-cü Salman Asarın Aşur hökmdarı olmuşdur. Onun qələbə çala-çala Gərgər ölkəsinə gəlib çıxması haqqında və eradan əvvəl 716-cı ildə, bu da bir başqa Aşur hökmdarı ki, Sarqonun Mannaya hücumu və onların Gərgər qala və istehkamlarının ələ keçirməsi haqqında məlumat vardır. Yəni, 2 dənə mənbədən söhbət gedir. Biri eradan əvvəl 836 3-cü Salman Asarının yürüşündən, digəri isə eradan əvvəl 716-cı ildə isə 2-ci Sarqonun yürüşündən söhbət gedir. İndi baxırıq digər məlumatlara. Deyir ki, Gərgərlər zaman keçdikcə, baxın, burada Araz çayı var, burada. Bu Araz çayının sağ və sol sahillərində məskunlaşmışdılar. Onlar deyir, Lulubilər, Kutilər, hətta Mesopotamiya ilə, yəni İç-Çay arası ilə də iqtisadi mədəni əlaqələr yaratmışdılar. Və qədim tarixçi olan Strabon da məlumat verir ki, Qafqazda, biz yaşadığımız ərazilər Qafqaz hesab olunur, Cənubi Qafqaz və Qafqazda yaşayan qədim türk tayfalarından biri də Qarqarlar olmuşdu ki, Qarqarlar da Gərgər tayfaları ilə etnik kök etibarı ilə bağlıdır. Yəni, eyni tayfalar da deyə bilərik. İndi baxırıq ki, burada Lulubi tayfalarından gedir söhbət. Tarix səhnəsinə Su, Turukki və onlarla bircə çıxmış Lulubilər Urmiya gölünün cənubunda tayfa birliyi yaratmışlar. Bunlar hamısı birləşib tayfa birliyi yaratmışdılar və bu Lulubi tayfa birliyində hakimlər də mövcuddur. Hakimlər nə ola bilərdi? Bu tayfa birliyini idarə edənlər deyə bilərik. Deməli, bu Lulubilər maldarlıq, dəmiyə əkinçiliyi ilə məşğul olurlar, cinsatlar yetişdirirlər. Sonra Mesopotamiya, yəni İç-Çay ticarət əlaqələri saxlayırlar və Mesopotamiyanın Nuzi şəhərində yaşayan hurrilər ilə deməli mal mübadiləsi edirlər. Burada mal mübadiləsi nədir? Hər kəs özündə olan malların, deməli keçmişdə pul yox idi, ona görə sadəcə malları bir-birindən dəyişib mübadilə edirdilər. Bundan başqa Şumer mədəniyyətinin təsirinə güclü məruz qalmışlar və hətta Şumerlərdə mixi yazı sistemini də mənimsəmişlər. O dövrdə deməli Mesopotamiyada olan yaranan dövlətlərdən olan akkadlarla da deməli yazışmışdılar. İndi baxırıq ki, bu Lulubi tayfa birliyi səma, bərəkət, məhəbbət, ay və günəş tanrılarına sitayiş edirlər. İndi keçirik digər başlığa dövlət qurumları. Burada tayfalardan danışdıq. İndi isə artıq dövlət qurumlarından danışa bilərik. Eradan əvvəl 4-3-cü minilliklərdə. Baxın, İç-Çay arasında gedən proseslər. Bax, burada gedən proseslər, yəni artıq orada sivilizasiya var idi, dövlətlər yaranmışdı. Bax, o proseslərdən təsirlənib Azərbaycanın həmin bölgənin mədəniyyət mərkəzləri əlaqəsi genişlənməsi, Urmiya gölü ətrafında yaşayan iri tayfa birliklərinin ilk dövlət qurumlarına çevrilməsinə kömək etmişdir. Yəni, burada qısa nə demək istəyir? Deyir ki, İç-Çay arasında gedən proseslər və Azərbaycanın da həmin ərazilərlə əlaqələrinin olması Urmiya gölünün ətrafında o yaranmış dediyimiz, saydığımız tayfa birliklərinin artıq ilk dövlət qurumlarına çevrilməsinə kömək etmişdir. Baxın, bu dövlət qurumları müəyyən əraziyə, orduya, xəzinəyə və hökmdara malik idi və onlar İç-Çay arası dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdılar. İndi biz ilk dövlət qurumumuz olan Aratda dövlət qurumundan danışırıq ki, o eradan əvvəl 3-cü minilliyin birinci yarısında deməli yaranmış türk mənşəli ilk dövlət qurumu idi. Urmiya gölünün, baxın diqqətlə, cənub-şərqində deməli yaranmışdı.
Qədim Şərqin ən qədim dövlət qurumlarından biri olmuşdur. Deməli, ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Diqqətli oluruq, hökmdarı ensi rütbəsi daşıyırdı. Hərbi məsələlər məclisdə müzakirə olunsa da, son qərarı hökmdar özü verirdi. Arad əhalisi əkinçiliklə məşğul olur, Şumerlərlə mal mübadiləsi aparırdılar və onların ustaları məbəd tikintisi üçün deməli ora dəvət olunurdu. İkisi arasında qiymətli metal lacivərd daşı, yəni lazurit və digər tikinti materialları Arattadan aparılırdı. Çox tanrılıq mövcud idi burada və onlar Şumer tanrılarına da sitayiş edirdilər. Burada Şumer tanrısı olan ilahə İnanna var idi ki, bərəkət və məhəbbət ilahəsi idi. İlahə Lama da var idi ki, deməli Arattanın mühafizəçisi olmuşdu. Lama Arattanın mühafizəçisi. Sonra dini idarənin başında isə bu Arattada Maşmaş adlanan kahin dururdu. Eradan əvvəl 3-cü minillikdə dövlət qurumlarımızın meydana gəlməsi Azərbaycanda dövlətçilik ənənələrimizin qədim köklərə malik olmasını sübut edirdi. İndi baxırıq buradakı mənbəyə. Mənbədə bizə demək istəyir ki, eradan əvvəl 3-2-ci minilliklərdə Urmiya gölü hövzəsində yaşayan tayfalar haqqında, biz bayaq danışdığımız tayfalar haqqında ilk məlumat Şumer dastanları və Şumer Akkad mixi yazılı mənbələrdə verilmişdir. Elmerkar və Aratta hökmdarı dastanında da göstərilir ki, Aratta İçki arasına yaxın ölkədir. Və buradan içki arasına qiymətli metal, tikinti materialları, o cümlədən lacivərd daşı aparılır. Bundan başqa, orta əsr mənbələrində deyilir ki, Azərbaycanda lacivərd daş yataqları var və Əbdülrəşid Əlbakuvi 14-15-ci əsrlərdə Təbrizlə Marağı arasındakı Böyük Səhənd dağının ətəklərində lazurit mədənlərinin də olduğunu təsdiq edir. İndi isə başlayırıq Lulubi dövlət qurumuna. Biz mövzunun əvvəlində Lulubi tayfa birliyindən danışmışdıq. İndi isə Lulubi dövlət qurumundan danışırıq. Lulubi dövlət qurumu eradan əvvəl 3-cü minilliyin ikinci yarısında İmmaşqun tərəfindən yaradılmışdır və İmmaşqunu Lullubum ölkəsinin padşahlar padşahı adlandırırdılar və o xırda hakimləri mərkəzə tabe etmişdir. Lulubi dövlət qurumunun deməli inzibati cəhətdən vilayətlərə bölmüşdür. Vilayətləri isə hakimlər idarə edirdir. Bundan başqa ən qüdrətli hökmdarı Anubani olmuşdur ki, onun dövründə qüdrəti daha da artmışdı dövlət qurumunun və ərazisi daha da genişlənmişdir. Qurumun ərazisi deməli şimalda Urmiya gölündən cənubda Diyala çayına qədər uzanırdı. Diyala çayı da Dəclə çayının sol qolu olmuşdur və çoxsaylı qollar ayrıldığına görə ölmə məhkum olmuş çay adlandırırdılar. Anubaninin uğurlarını daş sütun, yəni qələbə sütunu üzərində əks etdirmişdir. Öz uğurlarını burada əks etdirmişdir. Lulubi hökmdarlarına məxsus ilk yazılı abidə olmuşdur bu qələbə sütunu və qələbə sütunda mixi yazı ilə yazılmışdır. Bu da onu göstərirdi ki, Lulubilərdə abidə yonan ustalar və mixi yazını bilən mirzələr olmuşdur. Bundan başqa, səma tanrısı Anın başda olmaqla başqa tanrıların da adı Akkad dilində bu abidədə çəkilmişdir. Burada Lulubi hökmdarı Anubaninin qələbə sütunundan deməli qayüstü təsvir verilmişdir ki, bu təsvir Sarıpulda və Zöhab şəhəri yaxınlığında, eləcə də Akkad dilində tərtib olunmuşdur və eradan əvvəl 23-cü əsrin sonu, 22-ci əsrin əvvəllərinə aiddir. Bunu da minilliyə çevirsək, yenə eradan əvvəl 3-cü minilliyə aid olacaq. İçərisində yaranan Akkad dövləti var idi ki, o işğal yolu ilə ərazilərini genişləndirməyə çalışırdı və Azərbaycan torpaqları da Akkad hökmdarlarının diqqətini cəlb edirdilər. Akkad hökmdarı ora Naram, Suyen, Lulubilər üzərinə yürüşlər etmişdir və ilk yürüşdə uğur qazansa da sonraki 3 yürüşdə məğlubiyyətə uğramışdır. Biz burada nəticəyə gəlirik ki, deməli Akkadlar Lulubilər Akkadlarla mübarizə aparmış, Şumer şəhər dövlətləri ilə isə deməli mədəni və iqtisadi əlaqələr yaratmışdılar. İndi isə danışırıq Kuti dövlət qurumundan. Kuti dövlət qurumunda Lulubi dövlət qurumu kimi eradan əvvəl 3-cü minilliyin ikinci yarısında meydana gəlmişdir. Kutilər Urmiya gölünün qərbində meydana gəlmişdilər və onların eradan əvvəl 23-cü əsrə aid qayüstü relyefləri var idi ki, burada onların hökmdarı olan Lişik biri təsvir olunmuşdur. Sərhədləri isə Urmiya gölünün qərbindən İran körfəzinə qədər gəlib çatırdı. Biz dedik ki, Lulubilərin sərhədləri Urmiya gölündən Diyala çayına qədər gəlib çatırdı.
Kuti dövlət qrupunun sərhədləri isə Urmiya gölündən İran körfəzinə qədər gəlib çatırdı. Akkad dövlətinə qarşı mübarizədə yaranıb və möhkəmlənmişdir. Hətta Akkad dövləti ilə rəqabət aparmış və onları məğlub etmişdir. Mesopotamiyada türk mənşəli Şumerlərlə dostluq münasibətləri saxlamış, Şumer şəhər dövlətlərinin də himayədarına çevrilmişdir, yəni onları qoruyurdu. Qoşunlarına Şumer və Akkad gəncləri də xidmətə cəlb olunurdular. Kuti dövlət qurumunda demokratik əsaslarla idarə olunurdu. Hakimiyyətin irsən deyil, baxın, seçim yolu ilə ötürülməsinə üstünlük verirdilər və hətta deyir, hakimiyyəti ağsaqqalların və tayfa başçılarının iştirak etdiyi məclis seçirdi. Əhali Turukki və Su tayfa birliyi kimi ay Allahına, məhəbbət, məhsuldarlıq ilahələrinə sitayiş edirdilər. Eradan əvvəl 22-ci əsrdə Kutilərin Mesopotamiyaya hücumu baş verir və bu hücumunun nəticəsində onlar Akkad dövlətinin süqutu uğradırlar və Akkadları 100 ilə yaxın öz hakimiyyəti altına salırlar. Kutilərlə hakimiyyətə gələn hökmdar eyni zamanda da iç çayrasını idarə edirdi. Kutilərin Mesopotamiyada 100 ilə qədər olan hakimiyyəti dövründə baxırıq ki, nələr baş verib. Dövlətin quruluşunda əsaslı dəyişikliklər edilmədi, məbəd tikintisi bu dövrdə davam etdirildi. Ölkənin vilayətləri Ensi rütbəsi daşıyan Şumer və Akkad canişinləri ilə vasitəsilə idarə edilirdi. Baxın, diqqət yetiririk ki, Şumer və Akkad canişinləri vasitəsilə idarə olunurdu. Kutilərin, deməli, özlərinin canişinləri vasitəsilə yox. Bu da idarə etmədə onlara kifayət qədər, deməli, üstünlük verilməsi demək idi. Sonra şəhərlər arası toqquşmalar bu dövrdə son qoyuldu. Xarici hücumların da arası kəsildi. Urmiya gölündən Fars körfəzinə qədər, Fars körfəzi, yəni İran körfəzinə qədər ticarət yollarında əmin-amanlıq yarandı. Urmiya gölü hövzəsi isə ilə dinc əlaqələr, deməli, yaradılmışdır. Sonra İçişay arasında və zəbt olunmuş ölkələrdə idarəçinin yerli məmurlara həvalə olunması Kutilərin, deməli, mövqeyini neynəmişdi? Zəiflətmişdi və eradan əvvəl 22-ci əsrin sonlarında deməli, Trikan hakimiyyətə gəlir və o 40 gün hakimiyyətdə qalır. Onun hakimiyyəti zamanı üsyan baş verir və üsyanın nəticəsində Trikan taxtdan salınır. İç çayrasında da Kutilərin hakimiyyəti başa çatır. Kutilər Urmiya gözü həvzəsindəki əvvəlki qüdrətini və mövqeylərini artıq itirirlər. Dedi ki, Kutilərin iç çayrasını gəlib tutması eradan əvvəl 22-ci əsrin əvvəllərinə aiddir. Kutilərin iç çayrasındakı hakimiyyətlərinin bitməsi isə eradan əvvəl 22-ci əsrin sonlarına aiddir. İndi bura diqqətlə baxırıq. Burada verilib Kuti hökmdarının Nişepirinin qayaüstü relyefindəki təsviri ki, biz bayaq dedik ki, bu eradan əvvəl 23-cü əsrə aiddir. Bunu minilliyə çevirsə isə 3-cü minillik olacaq. Bir də Şumer bazarlarına məxsus, deməli, məhsul aparanların, deməli, təsviri verilib ki, bu da eradan 3-cü minilliyə aiddir və bu da Şumerlərlə Urmiya gölü hövzəsində yaşayan tayfaların, dövlət qurumlarının, deməli, artıq tayfa yox, dövlət qurumlarının buradakı mal mübadiləsinə söhbət gedir. Eradan əvvəl 3-cü minilliyin sonunda həm Kutilərə, həm də Lulubi dövlətləri süqut eləyəcəkdir. Əvvəllə xırda vilayətlərə parçalanacaq, sonra isə tamamilə süqut eləyəcək və bunun süqutu nəticəsində bunların tərkibində olan Su tayfaları, Turukki tayfaları və digər tayfalar müstəqillik qazanacaq və bu tayfalardan olan Turukkilər, Kutiləri, Lulubiləri, Şubar tayfalarını birləşdirərək müstəqil siyasət yeridəcəklər. Urmiya gölü hövzəsində də mühüm siyasi qüvvəyə çevrilirlər Turukkilər. Eradan əvvəl 2-ci minillikdə Aşur hücumlarına qarşı mübarizə aparırlar Turukkilər və Aşurun hətta Şuşa vilayətində tuturlar. Babil hökmdarı Hammurapinin dövründə də 18-ci əsrdə tədricən Babilistan ərazisində məskən salmışdılar. Bu Aşurdur, Babilistandır. Bunlar iç çay arasında, yəni Mesopotamiyanın ərazisində yaranan dövlətlər olmuşdular. Burada bizə mənbə verilib ki, Aşur hökmdarı 1-ci Adet Merarinin inşaat yazısıdır ki, burada onun deməli, hökmdarlığından, qəhrəmanlıqlarından, tutduğu ərazilərdən, Lulubi, sonra Turukki ərazilərindən, hücumlarından və s. bu ərazilərin fəth eləməsindən danışır. Digər mənbə isə Akkad hökmdarı Narəm Hüseynin Urmiya ətrafına uğurlu yürüşlərindən söhbət gedir ki, bura 3 dəfə deməli qoşun göndərmişdi və bu qoşundan bir nəfər belə salamat qayıtmamışdı və bu mənbə də eradan əvvəl 23-cü əsrə aiddir ki, Akkad hökmdarı Narəm Hüseynin stellası adlanır. Dik daş üzərində təsvir olunmuş daş sütundur. Parisin Louvre muzeyində saxlanılır.
Eradan əvvəl 2-ci minilliyin sonlarında Aşur hökmdarı 1-ci Adad-nirari Azərbaycan ərazilərini işğal etdi və burada diqqət edin, tayfalarından gedir söhbət. Kuti, Lulubi və Su tayfaları Aşurun təsir dairəsinə düşdü. Ümumi düşmənə qarşı müharibələr, sosial-iqtisadi inkişaf və qonşu ölkələrlə olan əlaqələr Urmiya ətrafında yaşayan tayfaları artıq bir dövlətdə birləşməsini zəruri edirdi.